Allahumma salli ala Muhammedin və ali Muhammed. Bismillahirrahmanirrahim. Müqəddəs hərəmdən hər birimizə salam olsun. Nəcəf şəhərindəyik. İmam Həzrət Əmir əl-Müminin Əli ibn Əbi Talibin müqəddəs qəbri şərifində. Bu müqəddəs məkan Həzrət Əli əleyhissalamın dəfn olunduğu məkandır. Dörd müqəddəs kitabın mənbəsisən, sən ki haqqın cisim almış səsisən, sən ki haqqın cisim almış səsisən. Həzrət Əli ibn Əbi Talib əleyhissalam birinci imamımızdır. O, Allahın beyti Kəbədə dünyaya gələn yeganə insandır. Həzrət Peyğəmbər Səlavatıllahın kürəkəni, əmisi oğlu, həmçinin ən yaxın səhabələrindəndir. Əli əleyhissalamın övladları Həsən və Hüseyn, cənnət cavanlarının ağası, qızı xanım Zeynəb Səlamullah əleyha, həyat yoldaşı Peyğəmbər Səlavatıllahın sevimli və istəkli qızı, cənnət xanımlarının səyyidəsi xanım Fatimə Zəhra Səlamullah əleyha, atası Əbu Talib. Xeybərin Fatihi qalibdir o. Əli kimdir? Əli İbni Əbu Talibdir o. Əli ibn Əbi Talibin şücaətindən danışdıqda Peyğəmbər Səlavatıllahın onun haqqında dediyi bu möhtəşəm, bu əsrarəngiz hədisi xatırlamamaq eyb olardı. Peyğəmbər Sələvatullah buyurur: La fəta illa Əli, la seyfə illa Zülfiqar. Əlidən başqa igid, Zülfiqardan başqa qılınc yoxdur. Həqiqətən də Zülfiqarla öldürülən hər bir kəs cəhənnəmə gedir. Zülfiqar qılıncının iki başlı olmağının məntiqi ondan ibarətdir ki, biri elmə, biri isə ədalətə işarədir. Yəni Zülfiqar qılıncının iki başı, bir hissəsi elm, bir hissəsi isə ədaləti tərənnüm eləyir. Əli əleyhissalam elmin, ədalətin və şücaətin ən bariz nümunəsi idi. Elmdən danışmaq istəsən, Əlidən üstün yoxdur. Peyğəmbər buyurur, mən elmin şəhəriyəm, Əli onun qapısıdır. Şücaətdən danışmaq istəsən, Əli ibn Əbi Talibdən üstünü yoxdur. Çünki Peyğəmbər buyurur ki, ondan başqa igid, onun qılıncından başqa qılınc yoxdur. Və səxabəti haqqında isə Allah Quran-ı Kərimdə ayə nazil edib. Və Əli əleyhissalamın səxavətini, şücaətini, elmini və mərifətini danışmağa bu verilişdə, bu kiçik proqramda sözlərimiz kifayət eləməz. Əli kimdir? Əli fərşin tapılan xəzinəsi. Əli kimdir? Əli ərşin yolunun xəritəsi. İmam Əli əleyhissalamın müqəddəs qəbri şərifinin yerləşdiyi bu məkan uzun illər boyunca gizli qalmışdır. Sonralar İmam Cəfər Sadiq əleyhissalamın dövründə aşkara çıxdığı və Əli əleyhissalamın qəbrinin yerinin bilindiyi rivayət edilir. İmam Əli əleyhissalamın müqəddəs qəbri şərifi təkcə məscid deyil, həmçinin bu İslamın böyük memarlıq və sənət abidələrindən biridir. Burada həmçinin böyük mədrəsələr, məktəblər və İmam Əli əleyhissalama aid olan böyük bir muzey də yerləşir. Həmçinin İmam Əli əleyhissalamın məzarı yerləşən kompleksinin içində dövrün bir çox alimlərinin, müctəhidlərinin mübarək qəbir şərifləri də yerləşir. Əli Mola, 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 Əli Mola. Əli əleyhissalamın mübarək qəbri şərifindəyik. Bu mübarək məzarda həm Adəm əleyhissalamın, həm Nuh əleyhissalamın, həm də Əli ibn Əbi Talib əleyhissalamın mübarək qəbirləri yerləşir. Əli əleyhissalamın hərəmi dünyanın ən böyük və ən möhtəşəm komplekslərindən biridir. Və dünyanın hər yerindən Əli əleyhissalamı ziyarət eləmək üçün bura milyonlarla insan gəlir. Əli əleyhissalamın elmi, ədaləti, şücaəti onu 14 əsrdə yaşadır və yaşadmaqda davam edəcək. Əli Mola, Əli Mola, Əli Mola, Əli Mola. Əli əleyhissalamın mübarək qəbri şərifinə ən yaxın məkanlardan birindəyik və Əli əleyhissalamın məzarının giriş qapısında gözəl bir şeir yazılıb. Bu şeiri istəyirəm diqqətini çatdırım. Əliyyun hubbuhu cünnə, qəsimun narə vəl cənnə,
vasiyyəl Mustafa haqqan imaməl insa vəl cinnə. Yəni Əliyun hubbuhul cünnə. Əli onu sevmək sipərdir. Yəni Əlini sevmək insanı bütün çətinliklərdən qoruyar. Qasimun nara vəl cənnə. Cənnət və cəhənnəmi böləndir. Vasiyyəl Mustafa haqqan, Mustafanın vəsisi haqdır. İmaməl insa vəl cinnə. İnsanların və cinlərin imamıdır. Bu da Əli ibn Əbi Talibin mübarək məzarının giriş qapısında yazılan bir şeir. Əli ibn Əbi Talib Kəbə evində dünyaya gəlir. 10 yaşında Peyğəmbərə və Allahın dininə iman gətirir. Heç bir zaman bütə sitayiş etmir. Peyğəmbər səlavatıllahın qızı xanım Fatimə Zəhra səlamullah əleyha ilə ailə qurur. Peyğəmbərin kürəkəni, əmisi oğlu və ən yaxın səhabələrindən biri olur. Peyğəmbər sələvatullah Əli ibn Əbi Talib haqqında buyurur: əgər mən Qurana əmr eləsəm ki, insan ol, Quran olar Əli. Və əgər Əliyə desəm ki, ol kitab, Əli olar Quran. Yəni Peyğəmbər səlавatullahın bu hədisindən bu anlaşılır ki, Əli ibn Əbi Talib həyatının heç bir anında zərrə qədər də olsun Qurandan və Quranın buyurduqlarından seçilmədi. Nə Quran Əlidən, nə də Əli Qurandan fərqlənmədi. Əli ibn Əbi Talib nəinki Xəndək döyüşündə, həmçinin Uhud döyüşündə, Xeybər qalasının fəthində və digər bütün döyüşlərdə Peyğəmbər səlавatullahın yaxın silahdaşı olub və heç bir zaman canını Allah yolunda fəda etməkdən bir addım belə çəkinməyib. Həmçinin Xeybər qalasının da fəthi İmam Əli əleyhissalamın adı ilə bağlıdır. Əli ibn Əbi Talib şücaət nümunəsi idi. İslamın bütün döyüşlərində hər zaman Peyğəmbər səlавatullahın yanında olmuş və İslamın qələbə çalmasında müstəsna rol oynamışdır. Həmçinin Xəndək döyüşünü xatırlayaq. Xəndək döyüşündə Əmr ibn Əbu Davud Xəndəyi keçərək Peyğəmbər səlавatullaha müraciət eləyir. Əgər qoşununda bir nəfər şücaətli varsa, keçsin qarşıma, onu cənnətə göndərim. Peyğəmbər Əkrəmi məsxərə edir və Peyğəmbər sələvatullah qoşuna 3 dəfə müraciət edir və soruşur ki, kim bu kafiri susturar? Hər 3 sualda yalnız bir nəfər cavab verir. Yalnız Əli ibn Əbi Talib, ya Rasulallah, məni göndər deyərək Peyğəmbərə müraciət edir. Peyğəmbər sələvatullah Əli ibn Əbi Talibi Xəndək döyüşündə Əmr ibn Əbu Davudla döyüşə göndərir və Əli ibn Əbi Talib bu döyüşdə Əmr ibn Əbu Davuda qalib gəlir. Və bu döyüşün qalibiyyəti ilə İslam ordusu Xəndək döyüşündə qalib gəlir. Və Peyğəmbər sələvatullah o məşhur hədisi buyurur: Əlinin Xəndəkdə vurduğu bir zərbə insanların və cinlərin axirətə qədər etdiyi ibadətdən üstündür. Əli Mevla, 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 Əli Mevla. Əli ibn Əbi Talib haqqında Peyğəmbərin hədisləri ilə bərabər Allahın kitabı olan Quran-ı Kərimdə də yüzlərlə ayə var. Bəzi müfəssirlər buyururlar ki, Quran-ı Kərimin 300-dən çox ayəsi sırf Əli ibn Əbi Talib haqqında nazil olub. Ən məşhur ayələri desək çox çəkər. Amma bildiyimiz kimi Allah Təbarəkə Teala Maidə surəsində İmam Əli əleyhissalamın imamlığını bizə tanıtdırmaq üçün buyurur ki, sizin Mövlavız yalnız Allah, onun Rəsulu və namaz halında zəkat verən şəxsdir. Əli əleyhissalamı Allah Təbarəkə Teala bizlərə Mövla kimi, imam kimi, rəhbər kimi tanıtdırmışdır. Allah Təbarəkə Teala bizi dünyada Əli ibn Əbi Talibin ziyarətindən, axirətdə isə şəfaətindən binəsib eləməsin. Əli Mevla, Əli Mevla, Əli Mevla, Əli Mevla, Əli Mevla,
Əli Mola, Əli Mola, Əli Mola, Əli Mola, Əli Mola.